Savadlı adam idi. Elmi nailiyyətləri çox idi. Amma bəli, siyasətçi kimi mən qəbul etməmişəm. Təbii ki, bütün bunlar mənim subyektiv fikirlərimdir. Mən Fəzail Ağamalını dövlətçiliyimizin yanında olmaqdan çox hakimiyyətin yanında olan biri kimi tanımışam. Mütəllibovun prezidentliyi dövründə ehtiyatlı siyasəti, Elçibəy hakimiyyətə gələndə Elçibəyə dəstəkləməsi, Surət Hüseynovun qiyamının da AXC hakimiyyətinin çarəsizliyini görüb Surət Hüseynova dəstəyi, daha sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra onu dəstəkləməsi, Surət Hüseynovun zərərsizləşdirildiyini görüb onu kəskin tənqid etməsi, sonra hal-hazırki ölkə başçımız İlham Əliyevin yanında olduğunu bildirməsi məncə dediklərimə sübut. Daima Ramiz Mehdiyevi şərəfli və ləyaqətli adlandırılması, Mehdiyev vurulanda isə onu kəskin tənqid etməsi, hətta o zamanlar qorxma mən səninləyəm deyən Ramiz Mehdiyevin kölgəsinə sığışıb Milli Məclisdə həmkarı Hüseyn Abdullayevi yumruqla vurması da, siyasi həyata onun əlindən tutub gətirən müəllimi Elçibəyə sədaqətsizliyi də, onun ciddi bir figur olmasını, siyasi figur olmadığını göstərdi. Qısacası bir deputat kreslosundan başqa ciddi bir nailiyyəti olmayan Fəzail Ağamalı əslində yaxşı insan idi. İdeal müəllim idi. Yaxşı adam da olub, amma yaxşı siyasətçi olmayıb. O sözləri yazmağa ehtiyacları yoxdur ki. Mənim vətəndaş gözümdə siyasi dünyamızın Fəzail Ağamalısı el dilində desək, siyasi mühitdə nə ət olub, nə balıq. Cəsarəti olmasa da təhlükəsi də olmayıb, ziyanı da olmayıb, hər şey ortada olub.